Assalamu alaykum. Farabi Tör dərsxanasının hörmətli görmənləri, müşvaqqanlı xeyirli olsun. Bugün hazırki zaman Uyğur dili dərsimizin 49-cu dərsini ötdüyümüz. Ötən saatlik dərsimizdə P-nin xəbər şəkillərdən P-nin hal zaman kateqoriyası və zaman kateqoriyası bilan hal kateqoriyasının münasibəti şundaqla zaman kateqoriyasını açdın, addi ötən zaman xəbər şəklini görüb çıxardıq. Bugünkü dərsimiz bolsa P-nin tükən hazırki zaman xəbər şəkli bilan P-nin tükən ötən zaman xəbər şəklini görüb çıxımız. Dersimizin başlaştığım burun ötken saatlik dersimizin ahır sorab ötken tövəndiki sualımızға qısqa cavab verib ötəyili. Hal kategorisi bilen zaman kategorisinin münasibetini düşündürüp bakalım siz. Bu sualın cevabı hal kategorisi bilen zaman kategorisi oxşumağan iki kategoriya. Zamanın təsvirləydiğini hərəkət yüz bergen vaqt, halının düşündürdüğünü bolsa, hərəkət icra boluş jarayanda qandaq basqıç yoki holat turayotganligi. Hareketinin qaysi vaqt yüz berganligini ta'kidlashda zaman shakllari orqali ifodalashga to'g'ri keladi. Bu savolga munosabatli bo'lgan boshqa mazmunlarni ko'rmoqchi bo'lsanglar, o'tgan soat darsimizni ko'rib chiqishingizni tavsiya qilaman. Endi bugungi darsimizga kelsak, bugungi darsimizda avval fe'lning tutgan hozirgi zamon xabar shaklini ko'rib chiqamiz. Fe'lning tutgan hozirgi zamon xabar shakli qanday yoziladi deganda, fe'lning o'zgiga qon, qan, kan qo'shimchalarining qo'shish bilan yoziladi. Buning ichidan avval vassiz bayon mayilki tutgan hozirgi zamon xabar shaklining yozilishini ko'rib chiqamiz. Fe'lning vassiz bayon mayilki tutgan hozirgi zamon xabar shakli boshqa xabar shakliga o'xshashla 3 shaxs turiga ayrıladi. Bunun içinden birinci şəxs türü, san cəhətdən birlik türü və köplük türü deyəndə kiçik türə ayrıldı. Birlik türgə misal alsaq, buluşluq şəkildə barğan mən, bulusuz şəkildə bolsa, barmağan mən, barğan əməs mən şəkildə boludu. Köplük türgə misal alsaq, buluşluq şəkildə barğanmız, bulusuz şəkildə bolsa, barmağanmız, barğan əməsimiz şəkildə boludu. İkinci şəxs birlik addi türgə misal alsaq, buluşluq şəkildə barğan sən, bulusuz şəkildə bolsa, barmağan sən, barğan əməs sən şəkildə boludu. Birlik sipay türgə misal alsaq, buluşluq şəkildə barğansız, bulusuz şəkildə bolsa, barmağansız, barğan əməssiz şəkildə boludu. İkinci şəxsinin birlik hörmət türgü misal alsaq, buluşluq şəkildə barğan, bulusuz şəkildə bolsa, barmağan, barğan əməs şəkildə boludu. Köplük addi türdə bolsa, barğansızlar, barmağansızlar, barğan əməssizlər şəkildə boludu. Köplük hörmət türdə berişqan, berişmağan, berişqan əməz şəkil buldu. Köplük sətlim türdə berişqan sən, berişmağan sən, berişqan əməz sən şəkildə buldu. Üçüncü şəxs bolsa san cəhətdən fərqlənməkdir və bunu misal alsaq, barğandur, barmağandur, barğan əməzdur şəkildə buldu. Vasıfsız bayan məyilki tükən hazırki zaman xəbər şəkli fe'lning tükən anlıq sifətdaş şəkliga vasıfsız hökm bağlanmasının hazırki zaman şəkli qoşub yasalğan. Biroq cümlədə egi düşüb qalmağan əhvalatda hökm bağlantısı düşüb qalıb, onun orunda hökm intonasiyası keladi. Bunun bulusuz şəkli iki xil olub, yəni vasıfsız bayan məyilki tükən hazırki zaman xəbər şəklinin şəkli iki xil olub. Bir xili sifətdaşdan bulusuz şəkli əsası yasalğan, yəni bir xil bolsa, sifətdaşqa bulusuz hökm bağlantısı qoşulub yasalğan. İkinci vasıflıq bayan məyilki tükən hazırki zaman xəbər şəkli, bu xəbər şəkli şəxs türcətin fərqini birinci şəxs, ikinci şəxs və üçüncü şəxs deyəndə küçük türə ayrıldı. Birinci şəxs san cəhətin fərqini birlik türü və köplük türü deyəndə kiçik türə ayrıldı. Birlik türü misal alsaq, barğan ikən mən, berib ikən mən, berib ikən mən şəkildə buludu. Köplük türü bolsa, barğan ikənmiz, berib ikənmiz, berib ikənmiz şəkildə buludu. İkinci şəxs birlik addi türü bolsa, barğan ikən sən, berib ikən sən, berib ikənsən şəkildə buludu. Birlik sipay türü bolsa, barğan ikənsiz, berib ikənsiz, berib ikənsiz şəkildə buludu. Birlik hörmət türü bolsa, barğan ikənla, berib ikənla, berib ikənla şəkildə buludu. İkinci şəxsin köplük addi türü bolsa, barğan ikənsizlər, berib ikənsizlər, berib ikənsizlər şəkildə buludu. Köplük hörmət türü bolsa, berişqan ikənla, berişib ikənla, berişib ikənla şəkildə buludu. Köplük sətlim türü bolsa, berişqan ikən, berişib ikənsən, berişib ikənsən şəkildə buludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal alsaq, barğan ikən, berib ikən, berib ikən şəkildə buludu. Vasıflıq bayan məyilki tükən hazırki zaman xəbər şəkli fe'lning tükən anlıq sifətdaş şəkliga yoki chetilma ravishda şəkliga və yoki vasıflıq bayan məyilki addi ötən zaman xəbər şəklinin üçüncü şəxs türgə vasıflıq hökm bağlantısının qoşuluş bilan yasalğan. Bularning bulusuz şəkli bolsa, sifətdaşning bulusuz şəkli yoki chetilma ravishdaşning map şəklidəki bulusuz şəkli əsasında yazıldı. Məsələn, barmağan ikən mən, barmıb ikənmiz,
barmap tükənsən şəkildə buludu. Üçüncü xil şəkli bolsa, anlatmaya meyil ki, pütkən, hazırki zaman xəbər şəkli, bu xil xəbər şəkli, oxşayışlar şəxs tür cəhətdən üç tür ayrılıdır. Birinci şəxs türü, birlik türü və köplük türü deyəndə san cəhətdən fərqlənir. Bunun birlik türü misal alsaq, barğan mişmən, barğan mənmiş şəkildə buludu. Köplük türü misal alsaq, barğan mişmiz, barğan bizmiş şəkildə buludu. İkinci şəxsdən birlik addi türü misal alsaq, barğan misdən, barğan sənmiş şəkildə buludu. Birlik sipay türü bolsa, barğanmışsız, barğansızmış şəkildə buludu. Birlik hörmət türü bolsa, barğanmışla, barğanlamış şəkildə buludu. Köplük addi türü bolsa, barğanmışsılar, barğansılarmış şəkildə buludu. Köplük hörmət türü bolsa, berişqanmışla, berişqanlamış şəkildə buludu. Köplük sətlimi türü bolsa, berişqanmışsən, berişqansənmiş şəkildə buludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və buna misal alsaq, barğanmış şəkildə buludu. Anlatmaya meyil ki, pütkən hazırki zaman xəbər şəklinin bir xili feilinin pütkənallıq sübətdə şəkliga anlatma hüküm bağlantısının hazırki zaman şəkli qoşulub yasalğan. Yeni bir xili bolsa, vasıfaya meyil ki, pütkən hazırki zaman xəbər şəkliga miş qoşumçusının qoşuluş bilə yasalğan. Bunların bolusu şəkli bolsa, sübətdaşının bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmağanmış mən, barmağan sənmiş, barmağanmış şəkildə buludu. Dördüncü xil şəkli bolsa, subyektiv baya meyil ki, pütkən hazırki zaman xəbər şəkli. Bu xəbər şəkli oxşayışlar şəxs türüyyətdən fərqlənib, üç şəxs qayılıdır. Birinci şəxs birlik türü və köplük türü deyəndə san cəhətdən fərqlənib, iki türü qayılıdır. Birlik türü misal alsaq, barğan mənğu dəymən, barğan demən şəkildə buludu. Köplük türü bolsa, barğan mızğu dəymən, barğan dimiz şəkildə buludu. İkinci şəxs birlik addi türü, barğan sənğu dəymən, barğan sən şəkildə buludu. Birlik sipay türü bolsa, barğansızğu dəymən, barğansız şəkildə buludu. Birlik hörmət türü, barğanlığı dəymən, barğanlar şəkildə buludu. Köplük addi türü bolsa, barğansızlarğı dəymən, barğansızlar şəkildə buludu. Köplük hörmət türü bolsa, berişqanğı dəymən, berişqanlar şəkildə buludu. Köplük sətlim türü bolsa, berişqan sənğu dəymən, berişqan sən şəkildə buludu. Üçüncü şəxs türü oxşayışlar san cəhətdən fərqlənməkdir və bunu misal alsaq, barğanğı dəymən, barğandı şəkildə buludu. Subyektiv bayan meyil ki, pütkən hazırki zaman xəbər şəklinin aldığın türləri, vasıfsız bayan meyil ki, pütkən hazırki zaman xəbər şəkliga subyektiv mölçər hüküm bağlamçısının hazırki zaman şəkli qoşulub yasalğan. Keyinki türləri bolsa, subyektiv mölçər meyildiki addi ötkən zaman xəbər şəklinin bir türü bilən şəkildaş kilidir. Bunun bolusu şəkli bolsa, sifətdaşının bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmağanğı dəymən, barmağan sənğu dəymən, barmağandı şəkli buludur. Feilinin pütkən hazırki zaman xəbər şəkillərinin qollanılışı tövəndikçi buludur. Feilinin pütkən hazırki zaman xəbər şəkilləri qandaq meyil türlü boluşudan qəti nəzər, hərəkətinin barlıq gəlgən halətinin hazır mövcudluğunu bildirdi. Demək, bu xil hal zaman şəkli qollanılğan vaxtda hərəkətinin barlıq gəlgənlik emas, bəlkə hərəkətinin barlıq gəlgən halətinin hazır mövcudluğunu nəzər tutudur. Mana bunun addi ötkən zaman xəbər türüdən fərqləndiyə yerişiyor. Məsələn, bu maqalını Əhməd yazğan, bu maqalını Əhməd yazğan ikən, bu maqalını Əhməd yazğanmış, bu maqalını Əhməd yazğanğı dəymən, bu maqalını Əhməd yazğan oxşaydı, yəni körüb çıxınımızdək müşəhidə ki, hərəkətinin barlıq gəlgənlik emas, bəlkə hərəkətinin barlıq gəlgən halətinin hazırmı mövcudluğunu göz tutqan. Bugün görüb çıxıdığan ikinci məzmunumuz bolsa, feilinin pütkən ötkən zaman xəbər şəkli. Bu xəbər şəklinin yazılışı bolsa, feil özgüge, idi, tikən qoşumçusunun qoşuluş bilən yazılıdır. Vasıfsız bayan meyil ki, pütkən ötkən zaman xəbər şəkli tövəndikçi yazılıdır. Bu xəbər şəkli şəxs tür cəhətdən fərqlənib, üç şəxs qayılıdır. Bunun içindən birinci şəxs san cəhətdən fərqlənib, birlik türü və köplük türü deyəndə iki tür qayılıdır. Bunun birlik türü misal alsaq, barğan idim, birvidim, barmağan idim, barmöyüdim şəkildə buludur. Köplük türü misal alsaq, barğan idik, birvidik, barmağan idik, barmöyüdik şəkildə buludur. İkinci şəxs birlik addi türü misal alsaq, barğan idin, birvidin, barmağan idin, barmöyüdin şəkildə buludur. Birlik sipay türü bolsa, barğan idiniz, birvidiniz, barmağan idiniz, barmöyüdiniz şəkildə buludur. Birlik hörmət türü bolsa, barğan idilər, birvidilər, barmağan idilər, barmöyüdilər şəkildə buludur. Köplük addi türü bolsa, barğan idinlər, birvidinlər, barmağan idinlər, barmöyüdinlər şəkildə buludur. Köplük hörmət türü bolsa, berişqan idilər, berişvidilər, berişmağan idilər, berişməyidilər şəkildə buludur. Köplük sətlimi türü bolsa, berişqan idin, berişividin,
berişməğən idin, berişməyidin şəkildə boludu. Üçüncü şəxs türü bolsa san cəhətdən fərqlənməkdir və bunu misal alsaq, barğan idi, beribidi, barmağan idi, barmövdi şəkildə boludu. Vasıfsız bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli P-nin pütken allıq sifətdə şəkliga yoki çetilmə rəvişdə şəkliga vasıfsız hökm bağlantısının ötken zaman şəkilləri qoşulub yasalğan olub, hökm bağlantısı P-ға qoşulub ketken, cümlənin egiz düşüb qalmağa əhvalasında da pütken allıq sifətdaşqa qoşulğan hökm bağlantısı düşüb qilish mümkün. Vasıtılıq bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli, vasıtılıq bayan məyəl ki, pütken hazırlıq zaman xəbər şəkli bilən şəkildaşkilidir. Bəzdə olubmu üçüncü şəxs vasitəlik hökm bağlantısının ötken zaman şəkli qollanışı mümkün. Məsələn, barğan ikən tox, berib ikən tox şəkildə boludu. İkinci türü bolsa, anlatma bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli. Bu xəbər şəkli tövəndikcə yazılıdır. Bu xəbər şəkli oxşaşda şəxs türü cəhətdən fərqlənib, üç şəxs qayılıdır. Bununkidən birinci şəxs birlik türü və köplük türü deyəndə san cəhətdən fərqlənir. Birlik türü misal alsaq, barğan ikənmiş mən, berib ikənmiş mən, berib tikənmiş mən şəkildə boludu. Köplük türü misal alsaq, barğan ikənmişmiz, berib ikənmişmiz, berib tikənmişmiz şəkildə boludu. İkinci şəxsdən birlik addi türü bolsa, barğan ikənmişsən, berib ikənmişsən, berib tikənmişsən şəkildə boludu. Birlik sipay türü bolsa, barğan ikənmişsiz, berib ikənmişsiz, berib tikənmişsiz şəkildə boludu. Birlik hörmət türü bolsa, barğan ikənmişlə, berib ikənmişlə, berib tikənmişlər şəkildə boludu. İkinci şəxsinin köplük addi türgə misal bərsək, barğan ikənmişsizlər, berib ikənmişsizlər, berib tikənmişsizlər şəkildə boludu. Köplük hörmət türü bolsa, berişqan ikənmişlər, berişib ikənmişlər, berib tikənmişlər şəkildə boludu. Köplük sətlim türü bolsa, berişqan ikənmişsən, berişib ikənmişsən, berişib tikənmişsən şəkildə boludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal bərsək, barğan ikənmiş, berib ikənmiş, berib tikənmiş şəkildə boludu. Anlatma bayan məyəl ki, pütken ötken zaman xəbər şəkilləri, vasitəlik bayan məyəl ki, pütken hazırlıq zaman xəbər şəkillərinin axırıdır ki, vasitəlik hökm bağlantısını anlatma hökm bağlantısı bilən almashtırış yolu bilən yasalğan. Ularının bolusu şəklimi şundaq yolu bilən yazılıdır. Məsələn, barmağan ikənmişsən, barmı ikənmişsən, barmaq tikənmişsən şəkildə boludu. Anlatma bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli yenə, vasitəlik bayan məyəl ki, pütken hazırlıq zaman xəbər şəkligə miş yardımcısı qoşulubmu yazılış mümkün. Məsələn, barğan ikənmiş, berib ikənmənmiş, berib tikənmənmiş, barğan mikənsənmiş, berib ikənsənmiş, berib tikənsənmiş şəkildə boludu. Üçüncü tür bolsa, subyektiv bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli, bunun yazılışı tövəndikçi boludur. Bu xəbər şəkli oxşaşda şəxs tür cəhətdən fərqlənib üç şəxs qayılıdır. Birinci şəxs bolsa, san cəhətdən fərqlənib birlik türü və köplük türdə iki tür qayılıdır. Bunun birlik türgə misal bərsək, barğan bolğu idi, barğan dımğı dəymən, berbi dımğı dəymən şəkildə boludu. Köplük tür bolsa, barğan bolğu idiq, barğan dıqqı dəymən, berbi dıqqı dəymən şəkildə boludu. İkinci şəxsinin birlik addi türü bolsa, barğan bolğu idi, barğan dımğı dəymən, berbi dımğı dəymən şəkildə boludu. Birlik sipay türü bolsa, barğan bolğu idiniz, barğan dımğızğı dəymən, berbi dımğızğı dəymən şəkildə boludu. Birlik hörmət türü bolsa, barğan bolğu idilər, barğan dilağı dəymən, berbi dilağı dəymən şəkildə boludu. İkinci şəxs köplük addi türü bolsa, barğan bolğu idinlər, barğan dınlağı dəymən, berbi dınlağı dəymən şəkildə boludu. Köplük hörmət türü bolsa, berişqan bolğu idilər, berişqan dilağı dəymən, berişvidilağı dəymən şəkildə boludu. Köplük sətlim türü bolsa, berişqan bolğu idin, berişqan dınğı dəymən, berişvidinğı dəymən şəkildə boludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal bərsək, barğan bolğu idi, barğandığı dəymən, bervidiği dəymən şəkildə boludu. Subyektiv bayan məyəl ki, pütken ötken zaman xəbər şəkli P-nin pütken allıq sifətdə şəkligə yoki vasıfsız bayan məyəl ki, pütken ötken zaman xəbər şəkligə subyektiv mülkər hökm bağlantısının ötken zaman şəkli qoşulub yasalğan. Bunlardan bolusu şəkli sifətdaşdan yoki vasıfsız bayan məyəl ki, pütken ötken zaman xəbər şəklinin bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmağan bolğu idi, barmağan dımğı dəymən, barmığı dımğı dəymən şəkildə boludu. Obyektiv mölçər məyəl ki, pütken ötken zaman xəbər şəkli bolsa, obyektiv mölçər məyəl ki, addi ötken zaman xəbər şəkli bilən şəkildaş boludur. P-nin pütken ötken zaman xəbər şəklinin mənisi və qollanışı tövəndikçi boludur. P-nin pütken ötken zaman xəbər şəkli qaysı xil məyəl türlü boluşudan qəti nəzər
hareketning barliq kelgan holatining munosabatlik boshqa bir ishning oldida yoki o'tgan ma'lum bir chog'da mavjud bo'lganligini bildirdi. Masalan, xat yozgan edim, uzun o'tmay javob keldi. Xat yozgan ekansan, vaqtida javob yozolmadim. Tursun xat yozib ekanmish, javobi kelmabdimish. Bu masala haqida men sizga xatni yozgandim deyman. Ahmet bu xatni burunla yozib qo'ygan bo'lishi kerak. Men bu yerni naqsh usul yurtib anglagan edim. Rost shundoq ekan, ya'ni mishadagi harakatning barliq kelgan holatining munosabatlik boshqa bir ishning oldida yoki o'tgan ma'lum bir chog'da mavjud bo'lganligini bildirib kelgan. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan ikki savolni so'rab o'tamiz. Birinchi, fe'lning putgan hozirgi zamon xabar shakllarining qo'llanilishi qanday bo'ladi? İkinci, pütken ötken zaman xabar şekli qandaq yazıldı? Bu savollarning javobini YouTube videomuzun astidagi baho qismiga yoki Instagram hesabimizning DM qismidan uchrayizib avasanglar bo'ladi. Undaqda keyingi soatlik darsimiz ko'rishaylik. Ko'rishishga omon bo'linglar. Xayr xo'sh.